Ben Azərbaycan Respublikasının bu ağır devrində bu yükü özlərimə götürmüşəm. Və götürmüşəm ona göre yok ki bu vəzifə mənə lazımdır bəziləri üçün. Bəziləri ona can atırlar, yok. Götürmüşəm ona göre ki öz bacı qardaşlarıma, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edir. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Eğer hansı bir namert gülləsi, hansı bir terrorcu gülləsi beni hayattan götürərsə, benim özüm de, benim evlatlarım da müstakil Azerbaycan'ın yaşaması yolunda kurban olmaya hazırım.